gözəl xanım müğənni sənətkarımızı Mətanət İskəndərli gürültülü alqışlarla səhnəmizə dəvət edirik. Yavaş yavaş necə deyərlər, o hicran vaxtı, ayrılıq vaxtı çatdı. Mən Allah'tan arzu edirəm ki, tez-tez görüşək, Allah bizi tez-tez qovuştursun, yol ayaqlarınız var olsun. Bizi deyib gələn, uzaqdan, yaxından, zəhmət çəkib gəlmişsiniz, sevgi ilə, məhəbbətlə, o doğmalıqla gəlmişsiniz, əziz doğmalarımız, əziz gözəl həmvətənlərimiz, soydaşlarımız. Həmişə Allah'tan arzu edirəm ki, sizin şad xəbərlərinizi eşidək. Siz də bizlərin şad xəbərini eşidəsiniz. Almazxan, haradasınız? Almazxan, mən sizə qızlarınız da gəlsin bura. Gəlin bura. Bu əziyyəti bu xanımlar görürsün. Ona görə deyirlər ki, aslan evdəyicisi olmaz. Halal olsun sizə Almazxanım. Böyle ümid varam ki, tez-tez beləçinə görüşlərimiz olacaq. İndi görün, mən sizə bir dənə hədiyyə gətirmişəm. Hamı hədiyyə. Görürsünüz, Kəlağayı Azərbaycan qadınının simvoludur. Bunu mən sizə gətirmişəm ki, can, necə yavaşdı sizə. Alqışlar Almazxanımı. Azərbaycan Kəlağayısı, eşq olsun. Azərbaycan qadınları, Azərbaycan anaları. Qəhrəmanlar dünyaya getirin Azərbaycan anaları. Eşq olsun. Alqışlar Azərbaycan ordusunu. Ali Baş Komandanımız alqışlayan var olsun. Qəhrəman Azərbaycan xalqını alqışlayan var olasın. Və mənim bayrağımla bugünkü gecəni sona çatdırır. Bir ailemizin həmrəyli günü mübarək olsun. Dünya Azərbaycanların həmrəyli günü mübarək olsun. Sən qurban uçursan şərəfli, anamda gözyaşları yandırsa qəlbini, bayraq tutan əlləri tutsun dost əli. İki gözüm qanımca mənim bayrağım. Bizim yolumuz qurban olsun vətənə canım. Bir
sizə təşəkkür edirəm ki, bu qərib ölkədə bizim bu soydaşlarımızı, vətəndaşlarımızı belə gözəl günlə sevindirdiniz. Hamı inanın ki, yerdə bayaqdan da mənə təşəkkür edirlər. Mən sizə təşəkkür edirəm ki, bu günləri siz bizim yanımızdasınız. Eşk, 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 eşk. Yadır söyleme, senin sözün söylesem sana. Yaş gözlerinde yalan dilemez. Ağız soğuk, yüreğim dar, değerli həmvətənlərimiz, həqiqətən də bu günləri inanın ki, mən ömrümdə bəlkə bu qədər sevinməmişdim. Sizin sevincinizi görüb bu günləri həqiqi bilirəm.